bu faktın gizli qalmasını xahiş etmişdi. Xatırlayıram ki, Emin Hüseynov İsveçrənin Azərbaycandakı səfirliyində 10 ay gizləndikdən sonra onun ölkədən çıxarılması üçün İsveçrə Azərbaycan hökuməti ilə danışıqlara keçmişdi. Ölkəz xəbər verir ki, bu sözləri siyasi şərhçi Yeganə Hacıyeva Facebook hesabında yazıb. İsveçrə saytının həmin vaxt yazdığı xəbərə görə Hüseynovun azad edilməsi İsveçrə hökumətinə bütün digər kənar xərclərdən başqa təxminən 200 min AZM məbləğində vergi borcunu ödənilməsi hesabına başa gəlib. Yəni İsveçrə hökuməti İsveçrə vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb vergisini ödəməyən birinin vergi borclarını bağlamışdı. Əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmüşdü. Məsələnin absurdluğu həm də ondaydı ki, İsveçrə hökuməti Azərbaycandan bu faktın gizli qalmasını xahiş etmişdi. İndi məncə İsveçrənin Bakıdakı səfirliyindən soruşmaq lazımdır ki, Emin Hüseynovun hansı xidmətlərinə görə onun vergi borçları ödənilmişdi? Emin Hüseynovun karyerasında və sonraki fəaliyyətində İsveçrə dövlətinin rolu hansıdır?